Salam, mən Sədiqə Bayramzadə. Dövlət qulluğu üçün nəzərdə tutulmuş tim toplusundan Azərbaycan dilindən test sualının izahına baxaq. Deməli, sualda bizdən nə istənilir? Məlum növdə olmayan feilləri müəyyən edin. Ümumiyyətlə, feilin qrammatik məna növlərini tapdıqda, biz əsas mənaya deyil də, qrammatik göstəriciyə, yəni şəkilçiyə əsaslanmalıyıq. Daha sonra mənaya önəm verməliyik, fikir verməliyik. Deməli, birinci cümlədə nə deyilir? Gün çıxdı. Baxıram feilə. Çıx sözün kökü d qrammatik şəkilçi. Hər hansı bir növ şəkilçisi varmı? Yoxdur. Deməli, bir məlum növdədir. Bizə şərtdə məlum növdə olmayan soruşduğuna görə mən biri götürə bilmərəm. Səhər açıldı. Baxıram feilin təhlilinə. Aç sözün kökü ıl leksik şəkilçi, d qrammatik şəkilçi. Qayıdış növ şəkilçisidir. Demək ki, şərtimizə uyğun olaraq mən 2-ni götürməliyəm. Yarpaq saraldı. Sözün kökü saral, d qrammatik şəkilçi. Yenə heç bir qrammatik göstərici yoxdur digər növə aid. Deməli, 3 də məlum növdədir. Duman çəkildi. Sözün kökü çək, il qayıdış növ şəkilçisi, d isə qrammatik şəkilçidir. Deməli, 4-cü cümlə qayıdış növdədir. 4-ü götürürəm. Uşaq dərsini oxudu. Sözün kökü oxu, d zaman şəkilçisidir, yəni qrammatik şəkilçidir. 5-ci cümlədə məlum növdədir. Ona görə də 5-ci cümləni götürmürəm. Hava qaraldı. Sözün kökü nədir? Qara, qaraldı. L deyə heç bir növ şəkilçisi yoxdur və ona görə də 6-cı cümlədə məlum növdədir. Deməli, bizim testimizin doğru cavabı 2 və 4-dür.